Mənim bir pasiyentim var idi. Homoseksual değildi, kişiydi. Bir gün bir pubda içdikdən sonra səhər ayıldığında bir kişi ilə bir yataqda olduğunu görübdü və şoka düşmüşdü ki, bu necə baş veribdi? Yəni mən indiyə qədər heç bir homoseksual təcrübəm olmayıbdı. İçki bizim vicdani superegonu biraz daha kənara çəkdiyi üçün içimizdəki o istəklər ortaya çıxa bilir və biz buna latent homoseksuallıq deyirik. Bəzi insanlarda heteroseksual olaraq həyatlarını davam eləsələr də onların içində bir latent homoseksuallığa meyilliyi olur. Bunun kimi o qədər gizli, şuuraltı fantaziyalar var ki, bunlar cinsəllik sırasında ortaya çıxır və insanları suçluq duyğusuna salır. Yəni günahkarlıq hissinə salır. Cinsəllik yaşanır, ondan sonrasında peşmançılıq hiss elənilir. Partnyordan uzaqlaşma baş verir. Bunlar hamısı biraz daha yetərsiz bilgilənmə, səhv bilgilənmə, səhv maariflənmə. Ona görə uşağın maariflənməsi cinsəllik haqqında hər detayı vermək mənasına gəlmir. Cinsəlliyin səhv, danışılmayacaq, günah verici bir şey olaraq öyrədilməsin uşağa, bu yetərlidir. Uşaq çünki gələcəkdə öz cinsəlliyi zaten kəşf edəcək yeni yetməliylə bir yerdə. Bir də kəşf edərkən dostdan, tanışdan, öz yaşıdlarından öyrənməsin, pornodan öyrənməsin, səhv öyrənməsin, bu yetərlidir. Bunların hamısı bizim, yəni müdaxilələrimiz cinsəl həyatımızı, gələcəkdə uşağın cinsəl həyatını daha da mənfiyə götürür, nəinki müsbətə. Məhəllə uşaqlarından seks haqqında nəsə öyrənmək.